Salam, mən Şəhriyar 764. Bugün sizə Denver proqramını, yəni lokal hostu kompüterə necə quraşdırılır, onu öyrədəcəm. Bunun üçün ilk öncə Denver proqramını işləyirik. Siz webmaster.com-a daxil olaraq Denver proqramını birbaşa yükləyə bilərsiniz və ya Denver proqramının rəsmi saytı olan denver.ru saytına daxil olaraq burada sketchat bölməsini seçirik və sketchat deyirik. Sonra qarşımıza gələn paneldə bura adınızı, bura familiyanızı və emailinizi yazırsınız. Sonra aşağıdakı butona klikləyirsiniz və qarşınıza belə bir şey gələcək. Bu isə sizin emailinizə link göndəriləcək və emailə daxil olaraq o link vasitəsilə Denver proqramını kompüterə yükləyə biləcəksiniz. Mən əvvəlcədən yüklədiyim üçün gördüyünüz kimi ekrandadır. Yükləndikdən sonra Denver proqramının üstünə klikləyirik və yükləməyə başlayırıq. Daha deyirik. Sonra belə bir şey gələcək qarşımıza. Yəni Denver proqramı yüklənir. Gördüyünüz bu ekranda Enter düyməsini vuracaq. Qarşımıza gələn paneldə isə C diskinə yüklənmək üçün bizdən icazə istəyir. Biz Enter'i vurur, sonra aşağıdakı butona Y hərfin, yəni Yes deyib, yenə Enter'i vururuq. Sonra yenə Enter'i vururuq və lokal hostda, yəni kompüterdə virtual disk yaratmaq üçün bizdən diskin adını soruşur. Biz diskin adını hər hansı bir şey yaza bilərik, fərqi yoxdur. Mən məsələn M hərfi yazıram və Enter'i vururam. Gördüyünüz kimi disk yazıldı və yenə Enter bizdən istəyir. Yenə Enter'i vururam. İndi isə yükləmə gedir. Burada isə birinci də soruşur ki, bizdən kompüter açılanda Denver proqramı birbaşa işə düşsün və ya ikincidə isə kompüter açıldıqdan sonra biz istədiyimiz halda Denver proqramı işə düşsün. Mən 2-ni seçirəm. Siz isə hansını istəsəniz seçə bilərsiniz. 2-ni vurur, yazır və Enter'i vururuq. Sonra yenə Yes deyir, Enter'i vururuq və Denver proqramı artıq yüklənmişdir. Məni dinlədiyiniz üçün təşəkkürlər.